Cavidan, indi səninlə saatı öyrənəcəyik. Yaxşı? Bax Cavidan, bu saatın uzun əqrəbidir. Bu isə qısa əqrəbdir. Uzun əqrəb saatın tamamını göstərir. Qısa əqrəb isə saatın neçə olduğunu göstərir. Bax, burada qısa əqrəb neçənin üstündədir? Bax, neçənin üstündə? 2-nin üstündə. Uzun əqrəb isə neçənin üstündədir? 12-nin. Afərin. Deməli saat neçədir? 2. Tamam. Ay, sağ ol. Gəl indi növbəti. Cavidan, indi diqqət edirsən. İndi mənə deyə bilərsən, burada saat neçədir? 4. Afərin sənə, əla. Cavidan, indi mənə saat 5 tamamı göstər. Özün çək. 5 tamamı necə göstərə bilərik? Afərin. Ay, sağ ol. Demək, saat neçədir Cavidan? 5. Tamam. Tamam. Ay, sağ ol. Cavidan, indi bura diqqətlə baxırıq. Saatın tamamlarını tap. Götür karandaşı. Bax, burada saat neçədir? 7-dir. İndi 7 tamamı göstər. Ay, sağ ol. Afərin. Biraz diqqətli olaq. Deməli, burada saat neçədir? Bax, Cavidan, uzun əqrəb saatın tamamını göstərir. Amma qısa əqrəb isə saatın neçə olduğunu göstərir. İndi gəl bunu tapaq. Burada saat neçədir? Birinci cavab verək. Saat neçədir burada? Bax, ay, sağ ol. Deməli, burada necə əqrəb olmalıdır? Qısa, ay, sağ ol. Gəl indi saatın neçə olduğunu burada göstərək. Afərin. Sonra davam elə. Afərin sənə, əla.